Sentyabrın 27-sindən Azərbaycan dövləti, bizim silahlı qüvvələrimiz BMT Nizamnaməsinin 51-ci maddəsini işlək vəziyyətə gətirdi. Belə ki, həmin maddədə qeyd olunub ki, ərazisi işğala məruz qalan dövlətin fərdi və kollektiv müdafiə hüququ var. Bu hüquqdan biz istifadə etdik və məhz sentyabrın 27-sində düşmənin, erməni qəsbkarlarının İlk növbədə mülki obyektlərimizə, qeyri-hərbi obyektlərimizə, mülki əhalimizə qarşı 100-dən çox biz mülki insan itirdik. O təcavüzünə cavab olaraq hərbi əməliyyatları əks hücuma keçdi, hərbi əməliyyatlar başlandı və tarixə 2-ci Qarabağ müharibəsi, Vətən müharibəsi kimi düşdü. Biz bu müharibəyə düz 2003-cü ildən bəri ölkə prezidenti Cənab İlham Əliyev rəhbərliyi altında hər gün, hər dəqiqə, hər saniyə hazırlaşırdıq. Bu prosesin əsasını Ulu Öndər Heydər Əliyev qoyub və onun yaratdığı milli ordu hələ 93-cü ilin dekabr, 94-ün yanvar ayında 22 bizim kəndimizi, Horadizi və ətrafında 22 kəndi işğaldan azad elədi və Ulu Öndərin ən böyük məsləyi o idi ki, torpaqlarımız işğaldan azad olunsun. Onun bu arzusunu, onun siyasi varisi, müzəffər prezidentimiz Cənab İlham Əliyev həyata keçirdi. Və 44 günlük Vətən müharibəsində biz tarixi zəfərə imza atdıq və bu qələbənin 3 qəhrəmanı var. Bu, ilk növbədə müzəffər prezidentimiz Cənab İlham Əliyevdir. Onun formalaşdırdığı, yaradan Ulu Öndər Heydər Əliyevdir. Onun formalaşdırdığı müasir, yenilməz ordudur. Silahlı qüvvələrimizdir və prezidenti ətrafında, ordu ətrafında bir yumruq kimi birləşən xalqımızdır. Və prezident deyəndə xalq yada düşür, ordu yada düşür, ordu deyəndə xalq prezident yada düşür və prezident, ordu, xalq sözləri sanki sinonimləşir və bizim tarixi zəfərimizin simvollarına çevrilir. Və biz bu 44 gün ərzində tarixi zəfər imza atdıq. Ərazi bütövlüyümüz bərpa edildi və 30 il ərzində ki, bizim malımızda xəcalət təri vardı. O bir dəfəlik silindi. Biz ləyaqətli, qürurlu xalq olduğumuzu bütün dünyaya nümayiş etdirdik. Və ondan sonra isə bilirsiniz ki, qarşımızda hələ növbəti hədəf var idi. Biz tam şəkildə suverenliyimizi təmin etməmişdik. Və elə qeyd edeyim ki, 19-20 sentyabr 2023-cü ildə separatizmin yuvası darmadağın edildi və ona da son qoyuldu və həmin vaxtdan bütün ərazimizdə suverenliyimiz tam, qəti və əbədi təmin edilib.